Filologiya üzrə fəlsəfə doktoru Nofəl Şaxlaroğlu qonağımızdır. Nofəl bəy, xoş gəlmisiniz. Xoş gəldiniz az. Necəsiz? Yüksək səviyyədə. Əla. Bu gün Azərbaycan dilinin Azərbaycanda nə qədər aktual olduğundan danışacağıq. Gəlin əvvəlcə hər şeydən əvvəl ondan başlayaq ki, dili necə təhrif etmək olar və bunu daha çox kimlər edir? Sualı əslində belə qoymaq lazımdır. Dili kim təhrif eləmir? Məncə sual belə qoyulmalıdır. Əvvəla təşəkkür edirəm. Mən heç vaxt təşəkkür eləməmişəm heç bir verilişdə. Yəni izləsəz görərsiniz, istər sosial mediada, istər televiziyada. Çünki televiziyaya qonaq çağırılanda mən həmişə bilirəm ki, mən ora lazımam, qonaq çağırılmışam. Bizim işimiz, borcumuz gedib orada danışmaqdır. Amma sırf Azərbaycan dili ilə bağlı mən birinci verilişdir ki, həyatımda qonaq olmuşam. Hal-hazırda və çox sevinirəm ki, Azərbaycan dilinin qorunması, bunun təəssübkeşliyi, yəni sizin kimi cavanlar, yəni gənclər buna məşğuldur. Ümumiyyətlə, bu hər bir vətəndaşın borcudur. Elə şeylər var ki, məsəl üçün, sosiallığını asıl olaraq deyərsən ki, bu fəhliyə lazım deyil, bu həkimə lazım deyil, bu futbolçunun nəyinə lazım. Amma bu dil məsələsi o qədər vacibdir. Təsəvvür edin ki, hansısa bir əşyadır. Sizdə bir xatirəsi vardı, onun məsəl üçün o doğmadır, çox şirindir. Onu itirəndə necə olar? Kimsə onu gəlib əlinizdən alsın, nətər olar? O da mütəəssir edirdi. İndi təsəvvür edin ki, bu sənin genetikandır, bu sənin içindədir, bu səninlə bağlı bir şeydir. Sən ona borclusan, sən onunla hər gün kontaktdasan, əlaqədəsən, bu sənindir də. Və Azərbaycan Respublikasının konstitusiyasında təsbitlənib, təsdiqlənib. Bunu necə yaman günə qoymaq olar? Bunu necə öz başına belə buraq getsin də, dildir də, mən nəyimə lazımdır, kimdir ona baxan. Bu məsələlər tarix boyu, yəni bu təzə informasiya deyir, amma bilməyənlər də var da təbii ki bu məsələləri. Cəmiyyətin 10 illikləri var, 20 illikləri var, ictimai-siyasi quruluşlarla bağlıdır, formasiya ilə bağlıdır, bəlli məsələlərdir. 20-ci illərdə, 30-cu illərdə dövlət strukturu, quruluşu, məsəl üçün dil islahatları, yəni Azərbaycan dilinə heç belə hörmət eləyən yox idi. Bəzi alimlərdən, bəzi kütlələrdən başqa da, müəyyən bir kütlədən başqa ki, sırf türkologiya ilə məşğul olan alimlər idi və dil məsələlərinə bağlı. Əlifbanın özündə belə hərflər birisi sonra 50 neçənci ildə dəyişdi. 57-də, 58-ci ildə o ya, yu, bəzi hərflər. Bizim çox kiçik zaman kəsiyimiz oldu ki, o dövrdə biz artıq başa düşdük ki, artıq dili qorumaq lazımdır. Amma o dönəmdə də çox təəssüf ki, insanların böyük faizi, kütlənin əksər hissəsi buna etinasız yanaşdılar. Mən tələbə olanda bu məsələ ilə bağlı bizim bir alimə müraciət eləmişdim. Düzü gücüm çatmadı çünki 19 yaşım vardı. Amma indi biraz gücüm çatır, biraz səlahiyyətim, biraz təkəbbür olmasın. Efirdən biraz tanıyırlar, sosial, ictimaiyyətə açıq adamam da. Yəni ictimai xadim demək olar, yəni vətəndaş kimi yox. Amma o vaxt heç kim mənə hörmət eləmirdi, heç kim tanımırdı və o qaldı qıraqda məsələlər. Yəni Azərbaycan dilinin qorunması, birbaşa leksik normanın pozulmasını hər yerdə görürdüm. Mən baxırdım, qiyməti yenmiş mallar yazılmışdı. Universalama təsəvvürsə qadın dəlləyi vardı bir də. Yəni ciddi deyirəm. Dedim qardaş, bu nə məsələdir belə? Çox şeylər var idi. Hətta efirdə bir dəfə gördüm, yazılıb gecəniz xeyir. Yəni Allah gecənizi kəssin. Heç şey sabah çıxmır da böyle. Bu şeylər çox ciddi məsələlərdir. Artıq illər ötdükcə mən öz sözümü deyirdim. Amma bu təkcə bir nəfərin işi deyil. Bu minlərlə adamın vətəndaş borcudur. Bir Yuji Beleza var, Yapon. Görmüsünüz, bütün dillərdə bir poliglot var. Mən də hansı proqramla onu öyrəndim. Çox xoşum gəlir onu. Nəyə görə? Mən onun bütün xalqların nümayəndə kimi görürüm. Məsəl üçün, hardansınız, hansı ölkədənsiniz? Deyir, Tanqanikadan, məsələn, Tanzaniyadan, Həbəşistanı. Hamının dilində bir də ən az ünsiyyət qura bilir də. Orada insanların bir dənə üzünə baxıram. Mən sırf Yuji Beleza'nın poliglot olduğuna görə baxmıram. Bilirəm də artıq bütün dillərdə danışır. İnsanlar reaksiya ki, sən hardansın? Ha, deyir ki, Qanadan. Sən lingual adam sinə sevinir. Onun o dil bilməyinə görə öz dilində danışdığına görə başqa bir ölkədə. Bax, görürsünmü dilə nə qədər hörmət edirsən? Məsəl üçün mən özüm Azərbaycan vətəndaşıyam. Mən gedim tutaq ki, Senegala. Orada 10 ildən sonra görürüm ki, biri gəlib Azərbaycanca desin ki, və hansı bir xalqın nümayəndəsi Azərbaycanlı deyil. Desin ki, qardaş nətərsən? Adam necə xoş gələr. O sənin də axı, bu sənə xoşdur. Amma baxırsan ki, biz dili, yəni Azərbaycan dili. Biz gələn turistlərə necə münasibət göstəririk? Dərhal öz dilində cavab veririk. Hə, yəni o bilməm bu fakt nə ilə bağlı olan şeydir. Bu biraz
temperamentlə, xarakterlə, təhsillə, bilmirəm bunu nəyə bağlayım. Bəzən deyirlər ki, qonaqpərvərik. Yox, qonaqpərvəri ayrı mövzudur. Gələn adamı, nə bilim, münasibət, kommunikasiya uğurlu baş Multikulturalizm versin var. deyə. Multikulturalizmə bağlamaq səhvdir. Gürcüstana getdik, biz Azərbaycan dilində heç kim başa düşmür, heç kimə də lazım deyil. Rus dilində belə danışırdım ki, добрый день bilir. Bilir. Gürcü dilində danışın. Çünki sən o ölkənin, o dövlətin konstitusiyasına görə dövlət dili hansı dildə onunla danışmağa məhkumsan. Ola bilər indi gəlmisən, təyyarədən indi aeroporta indi düşmüsən də 10 dəqiqədir. Yəni məcbur deyilsən sən tam mükəmməl bilirsən, amma istənilən dövrdə danışıq kitabçası var. 2 yerə bölünür. Heç interneti qoyuram qırağda. Baxırsan salam, necəsən onu öyrən də. Hə sən ona vaxt itkisi baxırsan, ona hörmət eləmirsən, hörmətsizlik edirsən. Bu birbaşa hər bir dövlətin qanun uyğunluğuna da var. Həm etik tələbləri və norması var ki, sən mənim dilimdə danışmalısan. Sovet dövründə Estoniya belə idi. Mənim atam danışırdı ki, 70-71-ci ildə Tartuda, Estoniya kiçik bir şəhərində düşdüm, girdim qastronomiya mağazaya. Nəsə alırdım deyə. Girdim, salam verdim rus dilində. Gördüm Eston qızıdır, yəni Estonlu da qanlı belə baxdı, baxır üzümə cavab verdim. Bəlkə bu eşitmir. İkinci dəfə salam verdim. Üçüncü dəfə görüm salam vermir. Qayıtmış siz məni eşitmirsiniz. Dedi siz hardansınız? Bir Azərbaycandan belə baxdı dedi. Hə, bəs niyə Eston dilində danışmırsınız? Bitdi. Söhbət 71-ci ildən gedir. 1971-ci ildən. Belə Eston dilində danış. Rus dilində niyə danışırsan? Halbuki Sovet Sosialist Respublikada SSR-də, yəni bu dövlət dili rus dilidir, belə deyək də, dominant dil. Dedi Eston dilində danış. Atam demə onda başa düşdüm ki, ya bizdə девочки, как ваши дела? Bilin Peterburqdasan, Sankt-Peterburq şəhərindəsən. Yox elə deyil. Məcbursan sən onu öyrənməyə. Təhrif eləyən insanlar kimlərdir? Təhrif eləyən insanların 90%-nin təhsili yoxdur. O insanların dilə olan sevgisi yoxdur. Bu birbaşa istəmirəm burada belə də ayrı seçkilik, yəni belə danışmışdım amma yəni sırf Azərbaycan bölməsi var da sektor deyirlər də. O biraz o işə daha ciddi yanaşmalı. Çünki o biri sektor buna bir balaca onsuz da məcbur deyəcək rus dilində. Də təhsildə belə deyək. Ona o qədər maraqlı deyil. Onlara həm də Azərbaycan dili keçirlər. Bəlkə də mənim keçmirlər heç xəbərim yox. Keçirlər. Mən rus keçirlər. bölməsində Xarici dili kimi. O çox maraqlı. Rus bölməsində Azərbaycan dili necə təqdim olunur? Dövlət dili kimi xarici dil. Doğrudan zarafat eləmir. Yox, xarici dil kimi deyil idi. Amma Öyrənsəz yaxşı olar da. Öyrənin, bəlkə lazım olar. Öyrənin. Bizim xarici dil var. Bizdə rəbiyyət naş Azərbaycan yeri. Yer gəlmişkən. Yeri gəlmişkən. Yox, qəribəsi budur ki, necə səthi keçirdi. Hə, necə biz məsələn həftədə bir dəfə rus dili keçirdik məktəbdə, onlar da bir dəfə Azərbaycan dili keçirir, amma Azərbaycanda. Allah deyir. Belə paradoks yoxdur. Və çox səthi keçirdik. Üstdən belə nəyisə hekayələr öyrənib danışırdıq, o da belə. Azərbaycan dili. Vay. Siz rus bölməsində təhsil almısınız. Görürsən nə gözəl. Adətən bizə şərhlərdə yazırlar ki, siz natamamlıq kompleksi yaşayırsınız. Nə anlamda? Azərbaycan dilini bu qədər radikal şəkildə müdafiə edirsiniz, çünki siz başqa dil bilmirsiniz. Halbuki yeri gələndə bizim üzvlərin çox rus dili, mən rus bölməsini bitirmişəm və universiteti də, məktəbi də, yeri gələndə hazırlığı da, getdiyim dərnəkləri də hamısı rus dilində olub məndə. Mən sizə bir şey deyim. Mən ümumiyyətlə bu fikirlə o qədər tam razı deyiləm. Dəfələrlə mən bunun şahid olmuşam. Sosial mediada da, efirdə də, adi məişətdə də. Qardaş, mən bir neçə dil bilirəm. Yəni mən Azərbaycan dili falan yox. Bir vətəndaş mənim maraqlı deyil, neçə dil bilir. Bu onun kommunikasiyasına, tutaq hansı bir fəaliyyətinə, poliglotluğa kömək eləyir. Sən dövlət dili, doğma dili əla bilmən lazım o biri dillər. Hə, o biri dilləri bilməsən, müəyyən məqamlarda, anlarda, amma sən öz dilini mükəmməl bil, mən başqa dilləri heç. O biri dillərdə A hərfi bil, mənə maraqlı deyil. Yetər ki, sən öz doğma dilini mükəmməl bil. Mükəmməl, yəni şərt deyil, hamı filoloq olsun. Amma fikirləri ifadə qardaş, sən heç olmasa W ilə yazma da, W hərfi var. İngilislərdən çox istifadə edirik biz onu. Yəni ingilis dilli öz mənasında yox. W, baba duyuram, yəni belə. Bizim Sərxan var, çox yaxşı olan, onun qəşəng belə bloqları var. Baxıram onu gülürəm hərdə. Sən heç nə bilmirsən, belə yazırlar da və gülürəm. Əslində ağlamalıdır o. Yəni orada faciə bedəsin Azərbaycanlıların belə yazmağı. Nafer bəy, necə fikirləşirsiniz? Hansı hallarda üzürlü hesab edə bilərik ki, bu adam ana dilini bilmir? Heç bir halda. Heç bir halda. Jeffrey var, Amerikalı Tarzan var da, Azərbaycana neçə ildə gəlib? 1990. Hansı rayonda yaşayır? Hə, Jeffrey necə danışır Azərbaycan dilində? Joseph da var, ifaçı. Bəli, yox, Yaponiyanın səfiri bir də müsahibə verirdi burada, Yaponiyanın. Yapon da təbii ki. Elə bilim Azərbaycanlıdır.
Azərbaycanda Yəni danışacağam. bu boş söhbətdir. Yəni yox qardaş, indi gəlin nəzərə alaq ki, bu 25 il Surgutda yaşayıb. Bu mənə maraqlı deyil ya. Surgut olsun da, yəni o biri planet deyil də, yəni Günəş sistemindən uzaqda deyil də, yəni bəs necə olur hansısa bir amorf dildə danışan insan, kök dildə, inkorporlaşan dildə hindudur. O gəlib Azərbaycan dilinin qanun uyğunluqlarını öyrənir. Bizim ilk sahibinə. hörmət eləyir. Hə, o nətər olur o? Sən öz Azərbaycan vətəndaşı, sən nətərdir? Mən Xakasya, Sibirdə böyümüşəm. Nə əlaqəsi var? Ağzında deyirəm amorf dili, kök dil, Çindən adam Taybeydən gəlirdi ki, Azərbaycan biz çox sevirik. Nətər olur o? Biz xoşumuza gəlir, baxırıq, gözəldir, əladır, yaxşı. Çindən gəlib adam. Onların dil qanunu ayrı qrupdur, ayrı fleksiya. Nətər öyrən? Ərəb necə? Sən Surgutda yaşayıb. Nə əlaqəsi var? Oldu Surgutda. Burdan bura Türkiyəyə gəlib danışmır. 10 gün düşüb Türkiyə falan ortamda ya belə elərik də belə olar nəmnə sinema sinema yaxşı ki bir sinema çıxdı ortalığa. Kül kimi kino vardı, film vardı. Amma məsələ burasındadır ki, hərdən Azərbaycanda doğulub, Azərbaycanda böyüyən insanlar var. Biz keçən dəfə danışırdıq, bəzi xalq artistlərimiz var, bəzi də həmişə efirdə olan insanlar var. Bakıda doğulub, indi hazırda Məşdağada yaşayır. Mən bunu keçən dəfə dedim, hamı gülürdü. Biz onunla danışmağa çalışırıq. Görürəm ki, iki sözdən bir deyir ki, onlar rusca danışırım. Bizdə də heyətin çoxsu tamamilə rus dilidir, amma məcbur öyrənirlər. Hətta rusdur, Rusiyadan gəlib. Deyir, yox, mən Azərbaycanca danışa bilmirəm. Deyirəm, necə olub, yaxşı, hər şey keçək, onu saxlayaq kameranı. Necə olub ki, öz ölkəndə sən Azərbaycan dilində danışmağa ehtiyac duymamısan? Sən necə yaşırsan? Necə yaşamısan? Sən burada marketə gedirsən, məhəllə marketinə. Necə danışırsan? Yəni məcburdur o insan səndən rusca danışır. Niyə biz tələb eləyə bilmirik? Əsas suallardan biri də budur. Niyə biz öz dilimizdə danışmağı tələb eləyə bilmirik qarşı tərəfdən? Bu bilirsiniz necədir? Bəzən deyir tələbat iki qarşılıqlı olmalıdır da. Sən deyirsən ki, ədalətli ol. Sən ədalətlisən? Yox. Sən ədalətli deyilsənsə, sənin kimdənsə ədalətli olmağı tələb eləmək absurddur, gülüncdür də. İndi Azərbaycan dilində kimdənsə tələb eləmək ki, düzgün danış, normalar əməl et. Sən özün əməl edirsən. Hə, deməli məsələ bu biri tərəfdədir. Görün ölkədə uşaqları çıxıram da, körpələri də 5 yaşdan yuxarıda neçə milyon əhali var. Nə qədər insan Azərbaycan dilinin qorunmasının, Azərbaycan dilinin təbliğində, dilin qanun uyğunluqlarını öyrənir, sevir, yaşadır. Nə qədər adam? Faiz etibarı çox azdır. Çox azdır ya. Görünənləri demirəm, kimsə özünü göstərir, belə mən yalandan deyir. Ona görə də onun tələbatı, onun ki, qarşı tərəfdən onu tələb etməsi ki, zəhmət olmasa Azərbaycan dilini danışın. Mümkündür, faiz məsələsidir. Və biz bir çox məqamlarda bu boşluqlara yol vermişik, təkcə dil məsələsində yox. Qanunları bilmirik. Mən bunu dəfələrlə demişim. Dəfələr deyir ki, bir 3-4 dəfə səsləndirmişəm öz verilişimdə də, yeni verilişimdə də. Azərbaycanda təhsil sistemində ən böyük problem o idi ki, iki mühüm fənni heç vaxt uşaqlar yaxşı oxumayıblar və ümumiyyətlə tədrisi zəif olub. Ən vacib fəndir olar. Fənn olaraq yox ha, həyati münasibət olaraq. Biri konstitusiyadır, biri də insan və cəmiyyət. Ölkədə qanunları və insan cəmiyyəti mövqeyini bildirən bir elmi öyrətməmək və yaxşı öyrənmək. Birbaşa həm vətəndaşın problemində gələcək insanın fərdində, yəni bir də müəllimlərin təhsil sistemi. Yəni mən yadımdadır ki, kimsə konstitusiyanı bizdə oxusa, neysə, boş dərs. Ən ciddi məsələdir, qanuna əməl olunmur, o məsələnin ikinci tərəfidir. Yəni keçək birinci tərəfinə. Sən bilirsən nələ? Sən bilirsən, yox, bilmədiyin şey. Və insan və cəmiyyət təkcə elm olaraq məktəbdə, natamam orta ixtisas məktəbində tədris olunan elm kimi, fən kimi yox ha. İnsan və cəmiyyət, insansan qardaş. Allah yaradıb da səni ali əşrəf var olsan. Cəmiyyətdə yaşayırsan, tənha yaşayan adamlar cəmiyyətdə çox azdır, 5-10 nəfər olur. Sən əgər cəmiyyətdəki mövqeyini bilmirsənsə, cəmiyyətdə yaşayırsansa, sən bilmirsənsə, sən nə tələb eləyə bilərsən? Bu da həmən şeydir, dili o adam tələb eləyər ki, özü ona hörmət eləsin. Çünki girirsən hansısa bir dükana, yaşa müəssisədə və harasa da, səndən kim tələb eləyəcək? Özü də bilmir. Ona deyim, sən Allah gəl, şotun versin, getir şotum. Hesab deməyəcək. Düzdür, bəzən açıq deyək də. Yəni yalandan burada nə deyək, özümü reklam edeyim mən. Bəzən biz də o
dil faktorlarını əməl eləmirik. Yəni bu mümkün deyil. Yəni mən ədəbi dildə dəqiq səslə. Yox. Çünki nitq yamsılamadır. Nəyi Yəni eşidirik? kalika təqlid hə. Nəyi eşidirik onu da. Amma Allah şahid ki, mən bunu efirdə, ekranda imkan vermərəm. Çünki bizim borcumuz kütləvi informasiya vasitələri ilə insanlara birbaşa bunu göstərmək və izah eləməkdir. Mən buradan artıq belə danışa bilmərəm ki, qaqaşlar nə edirsiniz? Amma sənətdir, aktyorskidir, bir çəkilirik, yox belə danışa bilmərəm. Mən ad çəkmək istəmirəm. Bizim bəzi sənət adamları var ki, aktyorlar, aktrisalar, musiqiçilər var da, biz necə danışırlar ümumiyyətlə həyatda. Elə bilirsən ki, üzr istəyirəm də, hansısa bir tində, bir nə bilim belə də narkotik satan bir adamdır. Belə sənət adamı olmaz. Qaqaş necəsən? Sənət adamıdır, bir aktyor olar. Söhbət ləhcədən getmir. Hansı araya, hansı zonadan deyir. Yox, məsələ hep bu sənət adamıdır. Müğənni var ki, belə yəni belə ifaçı olmur. Ziyalı sözü, ziya sözü hər adamın əyninə oturmur sözüyle. Yəni, hə, təhsilli ola bilərsən, istedadlı ola bilərsən, akademik savadlı ola bilərsən. Biraz dünya görüşün. Hə, biraz da dünya görüşünü qatırsan böyrünə, ingredientlər də əlavələr. Amma ziyalılıq birbaşa çömçə ilə tökülür o qazana. Ziyalı hər adama nəsib olmur ziyalı olmaq. Sən Mikail Müşfiq olmalısan, ziyalı olmaq. Səndən bir ziya gəlməlidir, bir nur gəlməlidir. O hər adamda olmur. Amma təəssüf ki, hamıya ziyalı deyirlər ki, bizim ziyalımız da Sabir müəllimi hansı ziyalıdan gedir söhbət. Təhsilli adamdır. Ali təhsili var, necə tətbiq eləyir, necə o ayrı mövzudur. Amma ziyalılıq hər adama nəsib olmayan bir şeydir. Ona görə də mənə gəlir ki, bu kütləvi hal almalıdır, bu qloballaşmalıdır. Bu hamı əl-ələ verib bu işlə məşğul olmalıdır. Hamı dili sevməlidir. Dili sevmək də hardan gəlir? Mən necə onu sevməliyim ki, sizdən tələb edeyim? Bağçadan gəlir. İbtidai yasli vardı vaxt Sovet dövründə. İndi bilməm var, bağçadan da əvvəl. Sonra hazırlıqlardır, natamam orta məktəb. Burada dili sevdirənlər varmı? Söhbət Azərbaycan dilindən getmir. Tutu, topu, tut var ya, primitiv, ondan danışmam. Dili sevmək, psixologiya elmi var. Şagirdlərin psixologiyası, uşaqların psixologiyası, məktəbə qədərki yaş bu psixologiyanı bizdə tətbiq eləmir. Çünki müəllimlərin özü bilmir. Bu pilləli məsələdir. Biz universitetdə oxuyanda 4-cü kursda nitq mədəniyyətindən ən vacib məsələdir. Özü mənim birbaşa mənim ixtisasımda, həm magistraturada, həm aspirant dönəmdə nitq mədəniyyəti və ədəbi dilin normaları. Mənim elmi işim də budur. Bizə bir müəllim gəldi, Allah qəni rəhmət eləsin, professordur, girdi içəri 4-cü kursda yox da, son bitirir artıq universiteti. Qayıtdı ki, bilirsiniz niyə gəldi? Deyil məsələ. Mən də biraz qırmızıydım da belə. Sonra ki, müəllim olur bir söz deyib. Hə, buyur, deyirəm, siz bizə nədən dərs keçirsiniz? Hansı ixtisasla dərs keçirsiniz? Bilirəm, nitq mədəniyyəti. Qal ki, nitq mədəniyyəti. Deyirəm ki, siz özünüz danışanmırsınız. Bu necə olacaq? Belə bilirsən, mən 20-ci ildə Bakıda doğulmuşam, özdə Tolstoy küçəsində. Mən körpəydim, mən rus dilini öyrəndim, o başa düşdüm. Mən silmədim, siz mənə bulanam. Tədris elə. Hə, də, yəni, axı sən 4-cü kursun tələbələrinə Azərbaycan dili və ədəbiyyat ixtisası filoloqlara nitq mədəniyyətindən dərs keçirsən. Fonetik norma var, yəni orfoepik, orfoqrafik, leksik, morfologiya, bu normalar var da. Sən axı özün danışa bilmirsən. Mən səndən nə öyrənim? Mən də ötən dəfə bir media təlimindəyəm. Müəllim mentor deyək də. Mentor gəlib içəri, danışır, deyir mən təhsilimi Türkiyədə tamamlamışam. Ona görə yarı türkcə, yarı Azərbaycanca danışır. Ali bilər. Mən də Türkçədə oxuyuram. Üzr istəyirəm dedim. Siz niyə bu qədər çox yad sözlərdən istifadə edirsiniz? Yad sözlərdən ha. Dedi ki, mən dilimə rəng qatıram, Rəng qatır. Sən dili yaman günə qoyursan. Rəngsaz işləyə bilər qardaşlar. Yəni bizdə elə mentor deyək, kütlə önündə danışan insanlar, nitq mədəniyyəti təlimçiləri, bu tipli adamlar var, çoxdur da. Paradoksal vəziyyət. Hə, çox gülürəm. Mən orada elələri var belə. Siz düzgün danışırsınız, belə eləyirsiniz. Bu yoga təlimlərdir. Yox qardaş, sən deyir bədən dilindən dərs keçir də, belə deyək də, auditoriya önündə kursları var, öz proqramları var, nə bilim, sistemi var, öz tədris planı var. Adam bədən dilindən tədris edir. Kütlə önündə düzgün danışmaq, həyəcansız, pauza ilə. Belə danışır ki, siz həyəcanlanırsınız kütlə önündə. Bu nə danışmaq? Yəni bu nədir? Sən bunu necə bizə? Birbaşa həyəcanın göstəricisidir əslində. Hə, özü göstərdi. Ya o elə fikirləşir ki, kütlə idarə eləyir də elə. Yox, səhvdir axı bu. Yəni bədən dilindən
Bədən dili ümumiyyətlə o qədər ciddi bir məsələdir ki, illər ötür, hər ay, hər il yeni məqalələr, yeni tədris planları, elmi kitablar, yəni monoqrafiyalar yazılır. Oxuyursan ki, oyda dünyada görün nə qədər xalq var, nə qədər dövlət var, hər xalqın, hər etnosun özünə məxsus. Bunlar ayrı şeylərdir. Bir standart bir şey yoxdur da, yəni tutaq ki, bədən dilində bu işarələr vardı, bu semiotik şeylər, vasitələr var ki, məsələn belə göstəriyor. İndi belə deyil, indi bu çıxıb, indi belə çıxıb. O qədər işarələr var ki, gəlir Kolumbiyalılardan, gəlir Mayyalılardan, Azteklərdən, Hindistan. Hər bir şey, onlar hamısı qarşılı, amma bədən dilində işarətlərlə istifadə eləmək olur. Amma baxır harda? Hər yerdən istifadə eləmək olmur da. Çünki onun qloballaşması var, qlobal olması var. Bir ay məişətdə burada 100 nəfər bunu bilir də, məhduddur. Mən bir sual da vermək istəyirəm. Siz dediniz ki, o YƏSLİ bayaq dediniz. Bağçadan əvvəlki mərhələ, bağça mərhələsi, məktəb, yəni bu təhsil. Bəs təhsildən əvvəl ailə bunu təbliğ eləməlidir. Niyə bu sual verirəm? Mən bir məktəbdən də adını deməyəcəm. Bir neçə il əvvəl ingilis dilli məktəb idi. Tədris sırf ingiliscə idi. Şahmat dərsi keçirdim və uşaqlarla Azərbaycan dilində, rus dilində danışmaq olmaz. Sırf ingiliscə danışmaq lazımdır. Uşaqlardan biri israrla mənlə Azərbaycanca danışırdı. Yəni davamlı şəkildə və rusca da bilir, ingiliscə də bilir. Mən ondan soruşdum ki, niyə sən Azərbaycanca danışsan? Halbuki bu mənim xoşuma gəldi. Dedi, çünki mənim atam mənə öyrədir ki, sən Azərbaycanlısan və öz dilində danışmalısan və bu uşaq 2-ci sinifdə oxuyurdu. Və adı da Turan idi bu arada. Deyir, mən istəyirəm ki, siz də Azərbaycanlısınız, mənə başa düşürsünüz. Hətta o lağlağı ilə dedi ki, bunlar da mənə başa düşür də. Niyə biz ingiliscə danışırıq? Öyrənirəm. Bunu 2-ci sinif uşağı mənə deyirdi. Amma biz həmin o bayaq sizin misal verdiyiniz o eston qızın elədiyini, o tələb eləməyi özümüzə belə artıq hərəkət kimi, bayaq hərəkət kimi bilirik. Yəni bu ailədən də başlamalıdır, yoxsa 100%. Amma görün, yenə deyirəm, bayaq dedim, baxın faiz məsələsi. Hansı ailədir? Yəni o nadir tapıntıdır, nadir ailələrin bir nadir övlad nümunəsidir. Yəni hansı ailədə biz məsəl üçün görək ki, ata oğluna qayıdıb, qızına qayıdıb bilsin ki, bir dəqiqə deyən. Bu nə idi dərsin? Sən bu sözü işlətmə. İnanmıram. Biz sistematik olaraq başqa şeyləri öyrədirik. Biz ümumiyyətlə etnos olaraq son 70-80 ildə bir analiz eləsəz fikir verərsiniz ki, ən qadağan olunan şey, ən lazım olmayan şey qadağan edirik. Qadağalar qoyur. Amma ən vacib olan şeylər, vacib olmayan şeylər ki, bu mütləq bunu eləmək lazımdır. Biz tərs işləyirik. Yəni tutaq ki, bu qələm mənə çox lazımdır. Həddindən artıq həyata əhəmiyyət kəsb edir. Bu qələmi rahat sındıra bilərsən 1-3 saniyə ərzində. Amma bu mikrofon mənə o qədər lazım deyil ki, yəni bu mikrofonu çox rahat yaşamaq olur. Gecə-gündüz ancaq mikrofon haqqında düşünürük. Bu həmin bir məsələdir. Biz ailələrdə elə məsələləri gündəlik müzakirə edirik ki, ailə arasında, həyat yoldaşının, ər-arvad arasında, uşaqlar arasında, uşaqların öz arasında dialoq fərq eləmir də, bir ailə daxili məsələlər. Elə şeylər müzakirə olunur ki, yəni o şeyi düşünmək belə absurddur ya. Düşünmək, ağla gətirmək ki, bundan necə danışmaq olar da, yəni hər gün. Amma elə məsələlər var ki, onu illər deyirsə, yada düşməz ki, desən ki, bu qələm deyir, qələm nədir, hə, belə bir şey olub, problem ordadır. Yəni, bunu sosiallıqla, iqtisadi durumla, hər şeylə bağlılar mənə qıcıq verir, deyil. Ay qardaş, o qədər problemlər var ki, boş şeydir. Bizə də diləsin işimiz yoxdur, başqa dildən danışın. 95% dünyanın ən kasıb ölkələridir. Somalidə, Angolada birlikdə təzə informasiya deyir. O deməkdir ki, onlar onda evdə bir-birinə nifrət eləsinlər, dili öyrənməsinlər və yaxud da ki, hamı bir-birini təhqir etsin. Elə deyil. Sosial durumun əlaqəsi. Avropanın ölkələri var ki, çox gözəl yaşayırlar. Norveçdə, Skandinav ölkələri, biz hamı xoşbəxtlik. Çox soyuqlar. Ata, oğlu 15 il görmür, gəlir. Necəsən? Onda gələ o qaldırıb oğlun boynuna qoyub gəzdirir 30 yaşında. Xeyr, bunun iqtisadi, sosial durumla əlaqəsi yoxdur. Bu birbaşa fərdi inkişafla, fərdlə bağlı. Yəni mən məsəl üçün təbliğ edirəm. Siz hal-hazırda agitasiya ilə, təbliğatla məşğul olun. Yəni biz deyirik ki, Azərbaycan dilini öyrənək. Gəlin bunu sev. Amma nə dərəcədə təsir edir o? Mən öz podkastımda, öz verilişimdə eləyirdim də bunu. Elə rəylər gəlir, baxırsan ki, düzdür, rəyə fikir verməyən adamam. Mən o rəyə fikir verəcəm, gələ mən intihar eləmişdim. Orada elə şeylər yazırlar ki, baxırsan ki, mən birisi nəyi gördüm? Cəhaləti, cahilliyi gördüm ki, deyir, bu qardaşın işi nədir ümumiyyətlə? Biri yazır, atdan bəyə, aşağıdan bəyənən nə var? Əla, super, mən də elə onu deyəcəm. Qardaş bir konkret heç nəyə tutuzdura bilməz. O tutuzdurmaq sözü Azərbaycanda nə məna verir? Hələ başa düşəməm. Tutuzdurmaq nədir?
Biz insanları narahat edən nədir? Yəni Nofel ədəbi dildən danışır, vurğudan danışır, musiqidən danışır, ahəng qanunundan danışır, aktyor sənətindən, kinoda. Birbaşa axı mən bu işin içindəyəm. Mən həm səsləndirməklə məşğul olan illərdir, həm bədii filmə çəkilmişəm, həm seriallara, həm reklama, həm ekran dramaturgiyasını bitirmişəm, həm yazıram, həm musiqi mənim genetikamdadır, mənim atamdan gəlir. Axı mən bildiyim şeyi niyə danışmayım ki? Mən ağzıma gələni danışmıram. Mən fantastik, yalançı informasiya vermirəm. Mən danışıramsa subyektiv və əsaslandırılmış fikirlərə söykənirəm. Mən durub demirəm ki, məsələn, mikrofon ya vaxt oldu, hə davam edir, elə deyil. Mən bunu dedimsə, bunu əsaslandırmalıyam. İnsanlar biz nəyə qəbul edə bilmirlər? Sənin təsvirini qəbul edirəm ki, bu şey deyil, bu şeydə gedən oğlan deyil. Bu şeydə gedən oğlan durub danışa bilməz ki, xalq mahnısının bu sözü tutaq ki, səhv səslənir. Nə əlaqəsi var? Hal-hazırdakı prosesi təhlil etmək lazımdır. Bundan əvvəlki halı yox. Biz bu prosesdən danışırıq da, düzdür? Yəni nə fərqi var ki, bunu deyən əvvəl nə iş görüb, indi və başqa nə iş deyir? Hal-hazırda bunu deyir, düz deyirmi? Bitdi də, mövzu budur da yəni. Ona görə də bunun hamısı fərdin özü ilə bağlıdır. Yəni əgər fərd özünün inkişafı yoxdursa, özünü inkişaf elətdirmədinsə, istəyirsən universitetdə, məktəbdə hər gün sən onu tədris eləsən, döyə-döyə, internetə aç, qabağında kitab oxu, xeyri yox. Sənin içində o sevgi yoxdursa. Məsələn, mənim doğrudan da o qədər, siz yəqin ki, indi o vaxt yəni siz uşaqdınız, amma internetdə də var. O vaxt verilişlər vardı, bulaq verilişi vardı. Səməndər Rızayevlə rəhmət edirəm, Məxluqa Sadıqov aparırdı. İlahi, ona bir saat qulaq as, terapiyadır, müalicədir. Beyin terapiyası deyirlər ha. Düz indi çoxları təzə söz öyrənirlər də, paffos. Hələ bilmir paffos sözün mənası nədir? İnsanın qulağı dincəlir. Bulaq verir, ilahi nə qədər gözəl. Səs bilsin nə qədər adam verir. Relaks, istirahət deyirlər. Bildiyiniz elm ki, beyni kimsə oturub belə beynini sənin başın bu hissəni masaj eləyir. O qədər gözəldir ki. Bu masajdır da, buna qulaq asmaq lazım, bunu sevmək lazım. Mən sevirəm öz dilimi. Necə yəni mənim Azərbaycan dilim, necə mən bunu sevməyəm? Mənə məxsusdur da bu. Başqasının deyil ki. Yəni İspanın dövlət dili deyil də, İngilis mənim dövlət dilim. Dilə qarşı həddindən artıq ifrat dərəcədə radikal yanaşmaq sağlam yanaşmadır sizcə? Əlbəttə ki. Çünki adətən bizə bunu arqument kimi gətirirlər ki, Azərbaycan Respublika Konstitusiyasında qeyd olunub ki, Azərbaycan Respublikasının ərazisində hər kəs istədiyi dildə danışmaq hüququna sahibdir. Bəli, amma harda? Harda? Hansı ərazidə? Ola bilməz ki, bir cümlə ilə bitsin. Sən efirdə Azərbaycan Respublikasının dövlət dilinin normalarına uyğun danışması. Mən bu barədə danışdım, mənə qayıtdı ki, qardaş bir dəqiqə deyir, mən Zərdabda olmuşam, mən nəyim lazım ədəbi dillə danışım. Bu insanlar bir şey başa düşmürlər. Onda çıxmadı ora. Ümumiyyətlə, əslində qanunvericilikdə, əslində, və bu absurddur əslində, deyəcəklər ki, bu absurd deyil, qanunda belədir ki, sən dili əməl eləməlisən normalarına. Sən dialektlə, şivə ilə ləhcəni danışa bilərsən, şəkildə böyümsən, də bunu mümkün deyil düzəltmək. Amma Bəxtiyar Vahabzadə Allah rəhmət etsin, bizim böyük şairimiz, dramaturq, alimimiz, o ictimai siyasi xadim. Şəkidə böyüyüb. Amma Bəxtiyar Vahabzadəni şəki ləhcəsi ilə danışmağını heç kim görməyib. Bir məqamlar, elementlər ola bilər ki, o da təbii ki, dil faktorudur. Məclisdə falan bəlkə. Hardasa, amma Bəxtiyar müəllim çünki şair idi, filoloq idi. Bəxtiyar müəllimin, yəni Bəxtiyar müəllimin formatında, onun timsalında bizim borcumuz deyil. Ziyalı. Yəni biz necədir? Biz bunları qarışdırırıq. Mən falan rayonda doğmuşam, mən belə danışmalıyam. Sən onu evdə danışa bilərsən, bəlkə. O evin içində, otağın içində heç kim görməyəcək. Amma sən efirə çıxırsansa, müsahibə verirsənsə, hardasa sənin borcun da Azərbaycan ədəbi dilində danışmaq. Demirəm bütün semantik çalarlara kimi, yox, mümkün deyil. Amma sən durub deyənməzsən ki, məsəl üçün də Astanovkada dayanmışdım, burada mən avariya oldu, ya elə deyə bilməzsən. Bizim futbolçudan müsahibə ala çıxan, sahə meydançadan çıxana beri neçə oldu, indi çalışdıq ki, parajeniya olmasın. Yəni, başa düşürəm sən futbolçusan, milli yığmanın şərəfini qoruyursan, futbolun şərəfini qoruduğun kimi paraleldə 10% Azərbaycan dilinin şərəfini qorumalısın. Cristiano Ronaldo bilsin mən sevirəm, futbolçu olduğuna görə yox, yaxşı futbolçudur. Ronaldo Portuqal dilini bilsin qədər hörmət edir. Mən müsahibədə görmüşdüm, bir Koreyalı isə Çinli vətəndaş sual verir, Portuqal dilində cəhd edir də, hamı gülür, ona deyir bir dəqiqə yanı. Niyə gülürsünüz? O Portuqal dilində danışır və çox gözəl danışır və bu mənə xoşdur. Mövzu budur. Ronaldo ondan PR yiyir, Ronaldo deyəcək, Ronaldo hər şey bilir, bütün bəşəriyyət tanıyır onu. Deyir, yəni bu adam Portuqal dilində danışır. Portuqal dilini mənim dilimə hörmət edir, mən onu hörmət. Ona hörmət eləməz, hamı dayanır. Yəni ki, bilirsiniz, bu şeylər çox ciddidir.
Azərbaycan dilində hansı xarici vətəndaşın qırıq-qırıq danışması mənə xoşdur. Qoy danışsın. Cəhd Hətta şirin gəlir adama. Şirin gəlir, amma bir də Doğma var gəlir. ki, sən yox, elə sən işin gücün. O qədər problemlər var. Baxın Azərbaycan dili problem olaraq bizim bəzi problemlərin yanında belə deyək də, o problemlərin yanında problem görünmür. Əslində ən böyük problem budur. Çünki hər şey dildən başlayır. Dil Kimliyimizi itiririk, hər şeyi Dil itiririk. insanın şəxsiyyət vəsiqəsidir, pasport. Sən kimsən? Yəni heç kim demir ki, mən Azərbaycanam, İngilis, İspan dilini danışıram. Belə şey. Bizə yazırlar Mənəm ki, də. Azərbaycan dili yoxdur. Azərbaycan Türk türkçəsi. dili. Bilirsiniz, bu mövzu illərdir müzakirə olunub. Azərbaycan türkçəsi, Azərbaycan türk dili nə. Nədir, nə deyil, hara ilə bağlılar, etnosla, toponim şeylə, ərazinə bağlılar. Azərbaycan Respublikasının konstitusiyasında 34-cü maddə səviyyəmizdə təsdiqlənmiş və təsbitlenmiş qanuna görə Azərbaycan Respublikasının dövlət dili Azərbaycan. Qurtardı. Sən durub desən ki, Azərbaycan bilməm bir başa düşürəm. Onların hamısını görmüşük prosesləri, izləmişik də, oxumuşuq da, bilirik nə var mı. Amma ancaq lakin fəqət bir də zira nədir o? Azərbaycan dilidir. Fərq etmir nədir? Qardaş, onu qoru. İstəyir yazılsın Azərboy dili. Mənim üçün fərq eləmir. Dili qoruya sən. Sən dilin qanun uyğunluqlarını qoru, normalarını qoru. Sev onu. Sən onu sevməyəsə kim sevəcək? Xarici niyə sevməli xarici vətəndaş? Sən öz dilini sevmirsənsə, xarici vətəndaş niyə onu sevməlidir? Sən birinci sən sevməlisən də. Mövzu budur. Sizin keçmiş çıxışlarınızdan birində türkün məsələ ilə bağlı söhbət var idi. Mən burada biraz başqa yönlə sual vermək istəyirəm. Türkün məsələ ifadəsi inanmıram ki, hansısa, yəni türkün məsələ olaraq yox, sadəcə eyni mənalı ifadə olaraq başqa millətlərdə, başqa dillərdə olsun. Bu bizim öz daxili senzuramızla bağlıdır. Yəni rahat ifadə eləyə bilməyəcəyimiz şeyləri eyhamla demək, ya da kiminsə üzünə deyə bilməyəcəyimiz şey demək. Yəni bu bizim daxili senzuramızla bağlıdır, yoxsa yəni bayağılaşma gedir və biz buna heç bir şəkildə mane ola bilmirik. Türkün məsələsi ümumi anlayışını özün deyirsiniz. Yox, mən onun da tarixini danışmışdım. Sabir Rüstəmxanlı da onu yazıb da. Bizim gözəl alimimiz, bizim o boyda sənətkarımız, yazıçımız, filoloqumuz. Biz istinad axtarırıq, bir söykənməyə ümid yeri axtarırıq. Biz həmişə axtarırıq ki, kimə söykənim, atam yoxdur, anam kiməsə söykən, bir ümid yeri axtarırsan da bir. Özümüzdən daha güclü. Hə, güclü. Bu nə vaxt meydana çıxdı bu? Türkün məsələ, onun tarixi də var, danışmışam, bir də təzədən danışmaq istəmirəm. O daha çox o türkün məsələyindən gedir də söhbət. Bax indiki türkün məsələ, o əsl klassik türkün məsələ yox, ənənəvi. 90-cı illərdə müstəqillik dövründə sərhədlər açıldı, Türkiyə, İran, get-gəl. Təfəkkürdə pozuldu. Biz onda 8-də oxuyurduq da, ya 7 ya 8-ci sinifdə oxuyurduq. Siz onda yox idiniz 100%. Hə, onda mənim yadımdadır ki, biz 7 ya 8-ci sinifdə oxuyanda kimsə deyəndə ki, bu bir dənə itələ türkün məsələ. Nə oldu? Fikirləşdim ki, türkün məsələ demək, yəni itələ. Əla. Türkün məsələ nədir? Yəni Azərbaycan dilində olan türkün məsələ, yoxsa Azərbaycan dilində itələmək sözünün mənası nədir feil olaraq? Bu yəni ora qoy türkün məsələ. Bu nə deyir? Qoydu. Burada türkün məsələ nə deməkdir? Hə, 90-cı illərdə bu, 70, 60, 50-ci illərdə bir şey yox idi. Heç inanmıram köhnə yaşlı adamlardan soruşur, düzə türkün məsələ. Hə, ora qəribə gəlir, başa düşə bilmirəm. Onlar işlədirdilər bir sansı pozisiyada. Məsələn, mənim babam 1901-ci ildən idi. Görürük, Ərdəbildə doğulub. 1901-ci ildə. Bir şey ki, Cümhuriyyət dövründə mən 17-18 yaş olub. Mənim atam danışırdı ki, babam 50, 53, 54 il mən birinci sinifdə oxuyurdum, atam danışır. Deyirdi ki, abala bunu bir qolay qoysana türkün sözü. Kolay. Türkün məsələ, türkün sözü ki, kolaya görə. Kolay da axı. Yəni türk sözü işlətdim. O anlamda deyirdi türkün məsələ ki, falan kəsə, ya bu türkün məsələ bunu bir məsələ Türk Osmanlı türklərində olan sözün alternativi, ekvivalenti, oxşar sözü. Amma bizdə niyə ümumiyyətlə hər şeyi yumora çevirmək var? Hər çox şey gözəl sözdür. Bu barədə mən öz verişində danışmışam. Azərbaycanda insanların bir böyük əksəriyyəti hər şeyi zarafata çevirə bilər və hər şeyin altında bir yumor axtarır. Ciddiyyətlə bacarmırdı onu. Çəkinir.
Və deyim ki, o adamın yumor hissi çox zəngin, yoxdur, y hərfi yoxdur, y səsi yoxdur. Amma o birisi ilə bağlıdır, mənə elə gəlir. Natamamlıqla, komplekslə, özünü təsdiqləməməklə, özünü həll tapmamaqla, qarşındakını düzgün dəyərləndirməməklə. Həmin fikir ciddidirsə heç kim onu fikir ciddidir axı. Deyirsən ki, önemsəməyəcək. məsələn, sosial gəmin elə, hə, zarafat elədi. Niyə? Axı ciddi danışırıq. Hə, deməli adamın özü ciddi deyil. İşə buna öz kompleksləri var, narahatdır. Ona bağlıdır. Məsələn, mən inanmıram ki, kimlərsə dünyada hə, çox ciddi söhbətə qəfildən zarafat eləyədi. Ciddi. Amma belə baxarkən sənə danışırsan, nə zarafat? Bu nə dəxli vardı yəni? Deməli səndə psixoloji problem vardı, yəni zehni problem var. Bizdə hə, o şeylər var. O hətta deyim sizə ki, dillə də bağlıdır. Dilə də. Çünki dil axı təkcə ünsiyyət, kommunikasiya deyil, həm də beyin təfəkkürlə bağlı, psixologiya ilə bağlı bir şeydir. Adi o cəhdlər oldu da, yəni bizdə dayanacaqda deyirlər, saxla dayanacaqda. Kim istədir o söz istifadə edir? İnanmıram da, Astanovka deyirəm. İctimai qınaq yoxdur bu plandan. İctimai rəy yoxdur bu plandan. İctimai qınağın özünü qınayırlar. Hə, ictimai qınağın özünü qınamaq əladır. İctimai qınağın qınağı əladır. Biz hələ də bir sinəyə qınaq obyekti eləyirik, geyimləri, tərzləri. Biz yenə deyirəm, ən vacib məsələ qalıb. Biz nəyi qınağın eləyirik? Qardaş filan şey elədi, hamı düşür onun üstünə. Filan kəs orada eyvanda cəmaatın həyatına daxil olurlar, ailə məsələləri. Orada oturub neyinir, hamı onu çəkir, hamı ona rəy bildirir. Sən kimsən ümumiyyətlə vətəndaşın şəxsi həyatına daxil olursan? Sən kim icazə verir buna? Mən nə iş görürəm ayrı mövzudur, yaxşıdır, pisdir. Sən kimsən? İctimai qınaq, ictimai fikir. Bu məsələlərdə olmalı ki, gəlin Azərbaycan dilini qoyuruq. Yəni, bax, adi heç də demirəm ha, eksperiment eləyək. Düzdür, yenə deyirəm, həyata keçirəsi, bayaq danışdığım kimi də, o Xudu müəllim, Allah rəhmət etsin, o həyata keçirmək texniki cəhətdən mümkün deyil. Təsəvvür edin ki, biri gəlir ki, qardaş, Astanovkada düşəcəksiniz, heç kim cavab verməsin. Astanovkada düşən var, cavab verməsin. Gəlsin dayanacaqda saxlasın, saxlaman. Hamı üçün ki, zəhmət o dayanacaqda saxla. Bəs niyə demədin? Sən niyə Astanovkada düşürsən deyirdin? Bir də 2, 3, 5 problemi artıq başa düşəcəklər ki, və bunu dövlət birbaşa nəzarət eləsə ki, dil məsələlər, onda heç kim Astanovka sözünü istifadə eləməyəcək. Görürsən, siqaretin cəriməsi nədir? Çox gözəl. Mən deməli 15 dəfə artırsınlar. Atmadı, yeri zibilləmədi. O qədər xoşum gəlir. Çıxıram şəhərə görürəm ki, hamı çəkir orada təyin olunmuş ərazidə. Əladır da. Axı bu sənin şəhərindir. Vallahi bir dəfə küçəni gedirəm, bir çox sakit. O qədər gözəldir, ay küçə nə gözəldir. Bir özü bir yoxdur, gecə saat 2. O qədər xoşuma gəlir. Gəldim, 100 metr, 200 metrə getmişdim. Bir də gördüm ki, ortada bir dənə qəşəng belə zibil atıblar belə. Bitirək və korlamalıdır onu. Ax bu qəşəng gedir də bu işə. Bu da həmin şeydir. İctimai qınaq olsa dillə bağlı, heç kim danışmasa başqa dillə və hamı bir-birinə tələb eləsə, vallahi bir də görəcəyik ki, Azərbaycan dili əməl başda hamı. Bu da olmayacaq. Mümkünatı yoxdur. Niyə bu qədər ümidsiz? Ümidsiz deyiləm, reallıq maksimalistəm. Mən bir dənə paradoksal, yəni əslində bizim fikirlərimizə biraz qarşı çıxan bir sual vermək istəyirəm. Siz deyirsiniz ki, nə haqqı var insanların kimisə şəxsi həyatına qarışmaq? Bizə yazılan rəylərin bir çoxu bu istiqamətdə olur ki, insan insanla nə dilində istəyir danışır, ümumiyyətlə insan harda nə dilində istəyir danışır. Əsas odur bir-birini başa düşür. Sizə nə dəxli var onlar nə dildə danışır? Həmin o şəxsi həyat və yaxud da bu baxımdan. Bəs bu biraz üst-üstə düşmür yoxsa necə? İmran, gəl real nümunəni verim, sizə daha aydın olacaq onda. Bunu hansı postda yazmışdılar? Bax, post dedim. Paylaşdığımız videoya. Demək bir qızdır, Azərbaycanlıdır, burada doğulub, böyüyüb, Azərbaycan çörəyi yeyir. Bir video çəkib, blogerdir və bunu türk dilində danışır, bloqunu türkcə aparır. Tamamilə türkcə danışır. Hə, tamamilə türk dilində danışır və deyir ki, bazar söhbəti var, iqtisadiyyat söhbəti var. Türklər daha çoxdur, əhali daha çoxdur. Onların kəşfiyyətinə düşsəm, mən daha çox tanınacağam, qazanacağam. Problem orasındadır ki, yerli məsələn, kafelər, restoranlar sima axtaranda o qızı rahatlıqla çağıra bilər. Yəni onlara problem deyil ki, o qız türk dilində danışır, öz dilini qoyur. Biz bunu tənqid edəndə və biz deyəndə ki, sadəcə tənqid edəndə biz sadəcə sual vermişdik ki, xanım niyə öz dilində danışmır? Niyə Azərbaycan dilində danışmır? Axı bir həftə əvvələ qədər o Azərbaycan dilində paylaşırdı. O makyajı Azərbaycan dilində eləyib, izah eləyirdi. Nə dəyişdi? Hamı bizi tənqid elədi. Şəxsi işidir. Şəxsi Özü işidir. bilər, Özü sizə nə bilər. dəxli? Kefi nə istəyir, onu eləyir. Siz hətta
da dedi ki, siz onun pahalılığını çəkirsiniz. O çox izlənir. Siz izlənmirsiniz məsələn. Cəmiyyət nə qədər ki like üstündə olacaq, likelar, bəyənmələr, şərhlər, hype'lar, vibe'lar, dayıplar olacaq. Heç vaxt keyfiyyətli işdən, keyfiyyətli hansısa bir məhsuldan, yaradıcılıqdan və s. elementlərindən söhbət gedəməz. Hamıya aid deyil, hər şeyə aid edə bilmərəm. Təbii ki, savadsızlıq olar bu. Savadlı, mənalı, maraqlı, məzmunlu, ağıllı ünsürlər, ağıllı ifadə formalı, ağıllı şeylər böyük baxış toplamır. Bunun qanun uyğunluğu belədir. Ya çox möhtəşəm olmalı baxasan ki, bunu milyonlarla, o da bir sənədir, çox möhtəşəm. Ya da ki, çünki əsl sənətsal sənət işləri çox az baxış toplayır. Çünki onun potensial auditoriyası var. Bir də var real auditoriya. Onlar real auditoriyaya hesablanmış. Üstə potensial auditoriyaya hesablanır. Yəni mən elədiyim şey milyonlarla adam başa düşsə, 100 minlər adamı sevsə və 50 mindən çox adam təhlil etsə, deməli mən mənasız iş görmüşəm. Mənim elədiyim şeyi 1000 nəfər başa düşməlidir. 500 nəfər təhlil etməli, 10 nəfər də nəticə çıxartmalı. Amma mənim kimi 1000 nəfər olana iş gedir. Yoxsa ki, mən 2 milyon adam başa düşdüm. Mən deyirəm, mən 2 milyon adam başa düşsəm, mən intihar edərəm. Mümkün deyil o. Yəni mənim oynadığım filmi, mənim bəzi sənət işlərimə gedir söhbət, o mənasız işləri yox. Əsl belə yaradıcı baxdığım, yaradıcı istifadə etdiyim cümlə, və ya hansı bir videonun, hansı bir çarxı, bir reprizi 100 min adam başa düşsə mən dəli olaram. Yəni gəlin görün necə 100 min adam anlayıcı novel nə demək istəyir. Mümkün deyil. Mən elə olub ki, çarx çəkmişəm, deyirəm bunu kim necə başa düşüb. 50 nəfər oturub heç kim başa düşmür. Normaldır. Mən onu 50 nəfər üçün çəkməmişdim. Mən onu qıraqdakı 50 nəfər üçün, bir buradan, 2 nəfər başa düşdüm ki, mənə bu lazımdır. Mənim məqsədim odur. Mən geniş auditoriyaya iş görmək olar, amma müəyyən şeyləri görərsən, orada sənət olmayacaq. Ümumi hamı başa düşdü ki, gəlin bu qələmi sevək, düzdürmü? Bir də var ki, sən sənət işi qoyursan ortalığa, onu hər adam başa düşmür. Amma Azərbaycan dili məsələsinə gələndə buna hamı baxmalı, hamı başa düşməlidir. Dil məsələsi. Mən bir video çəkmişdim Instagramda. 500 minə yaxın adam baxıb ona. Ayda, şərh yazıb bəziləri ki, biri dilənir göyə belə yazı yazmışdın. Nə olur? Hər adam səhv. Yəni mövzu dilənmək deyil. Hamı düşüb ki, qardaş cəmaatın acından ölürsən, ay mövzu dil. Biz yerdən forma məzmunu hələ ayırd eləməyən xalqıq. Biz formada qalmışıq, mahiyyəti anlamırıq. Mənim məqsədim o deyil. Cümlə yazıb ki, qardaş vəziyyətin pisdə, xəstəyəm, kömək elində işləmirəm. Hamı səhv deyib başına yağı sözlərin. Mövzu dilənçilikdən getmir. Yox, dilənçi alim olmalıdır, dəxli var. Söhbət ondan gedir ki, biz dilin dilənçisi, dil kasaddır bizdə. Və ondan tutmuş, hara kimi dil məsələsi qalıb qıraqda. Mövzu bu deyil, biz mahiyyəti anlamırıq. Biz mahiyyəti anlayanda, məzmun anlayanda, forma öz yerində qalacaq. Biz elə formanın üstündə, yox, qardaşım mikrofon qaradı, nəyə görə elə də? Mən veriliş danışmışam 36 dəqiqə, təsəvvür etsin, öz Azərbaycan dilinə bağlı verilişdə, bilmirəm neçənci veriş, sırf dillə bağlı. Stəkanım var qabağımda, yarımçı çay. 20-sə şəhər çaydandır, çay neysə. Sən çaya bax. Bu adam 50 dəqiqə veriş danışıb, oturub çayda qalıb bunun fikri. Sən çayı nə edirsən? Çaydır da o. Adam çaydan qalıb. Səsəbirsə o boyda böyük bir düstur. O tərəfə keçə bilmir də. Hətta böyük düsturun içində bərabər axtarır bu. O boyda iş var orada. Yəni mən də o çay soruşanlara danışmaq istəmirəm. Mənim məqsədim o çaydır. Çaya baxan adamlar deyil. Onlar da var. Onlar real auditoriya yox, real auditoriya içində, potensial auditoriya. Mənim potensial auditoriyam belə insanlardır. Yəni biz də bir-birimizə ona görə bir başa düşürük də, rahat anlayırıq. Biz bir qədər əvvəl radikallıqdan danışdıq. Dilə qarşı radikal mövqedən danışdıq. Son sualım istəyirəm bu barədə olsun. Radikallıq deyəndə nə başa düşürük, nə başa düşməməliyik? Yəni radikallıq nədir, nə deyil? Məsələn, alınma sözlər var. Azərbaycan dilini bilir ki, həddindən çox. Ümumiyyətlə bütün dillərin inkişaf prosesində bu var da. Təbii prosesdir, bəli. Olmalıdır. Dilə qarşı radikal olan insanlar bu sözləri ümumiyyətlə qəbul etmir. Və belə olanda, yəni dil inkişaf eləyə bilmir, zənginləşə bilmir. 10 dənə tutaq ki, sözümüz var, əzəli sözümüz. Biz bundan istifadə etməliyik və bununla məhdudlaşmalıyıq. Biz hansısa bayağı sözləri deyəndə, qınayanda ki, bu sözü niyə istifadə edirsiniz? Deyirlər ki, onda alınmalardan da istifadə eləməyin. Ümumiyyətlə bu çox savadsız yanaşmadır ki, ancaq sırf öz dilində olan sözlərdən istifadə etmək. Dünyada 1-2 dil olar ki, olmaya ki, sırf öz dilinin, yəni leksikası da, morfologiyası, sintaksi sırf özünün üzərində qurulur. Mümkün deyil. Çünki nə qədər ki
xalqlar arasında münasibətlər olub, qaynayıb qarışmalar var, assimilyasiyadır, dissimilasiyadır, dil dəyişir, yeni sözlər gəlir. Bu təbii prosesdə. Hə, istəyirsən ki, özünki olsa nə gözəl olar. Həmişə belə olmuraq. Sən sözü niyə dəyişirsən ki? Müəllim sözü niyə dəyişəsən ki? Niyə? Müəllim, müşləq sözü hamı beynindədir. Yəni müəllim söz deyəndə kimsə nəsə pis özünü pis hiss eləyir, yəni nəsə ürəyə tutması olur, müəllimdir də. Niyə bunu dəyişəsən? Sən indi ayıldın ki, müəllim tutaq ki də alınma sözdür. Biz bu vaxta qədər nə danışırdıq onda? Ərəbcə danışırdıq. Hə də, yəni ərəb fars sözləri, yəni indi sənə təsir elədi bu ki, ay yox qardaş, gəlin bu indi təsir elədi bu sənə. Gözəl oturub dilimizə. Təyyarə səni indi narahat eləyir. Təyyarə, uçaq. Uçaq gedə bilirdi uçaqda. Yəni uçaq nədir? Yəni Osmanlı türkçəsində işlənir, hə, əla. Hə, təyyarə səni indi narahat edir. Mən narahat edirəm təyyarə. Təyyarə artıq yəni o qədər hətta bizim o qədər dilimizin öz gözəl musiqisi var ki, ahəng qanun o qədər qəşəng otuzdurmuşuq ki, onu təyyarəni o qədər rahat işlədirik ki, təyyarə, ahəng qanun pozulan sözü qoşasan bitdi. O qədər qəşəng deyir ki, heç adam onu hiss eləmir. Siz təzə şeydir bu. Yox. Purizm cəryanı yenə də 20-30-cu illərdə heç vaxt özünü doğrultmadı. Yəni bizim nə qədər türkoloqlarımız mübarizə apardılar, səhvdir bu. Yəni ancaq Sonra güllələndilər. Güllələndi, yəni o sırf siyasi şeylə bağlıdır, amma əslində belə baxanda yəni bu cəryan özünü doğrultmadı da. Ancaq mənim olmam, mənəm az. O elə şey olmur axı. Dil çünki bir prosesdir. Bu kommunikasiya, ünsiyyət, o bir-birinə xalqlar arası münasibətlər varsa dil faktoru da vardır. Yəni mütləq ki, alma olmalıdır, getmə olmalıdır. Yəni alınma söz olmalıdır, ötürməlisən, almalısın, vermə. Yox. Ancaq mənimdir. Bu nə paxıllıqdır? Belə qələmi tutan adamlar var, verimlə heç kimi. Verdim onu mənə. Amma bir dənə nüansı qeyd edeyim, çünki burada məncə bunu qeyd etməliyəm. Bu o demək deyil ki, hansısa türk, rus serialına baxıb biz takılmaq deyək. Biz bu sözlərdən istifadə eləyək. Yəni çünki alınma sözlə bunun fərqini insanlar başa düşmür. O ayrı şeydir. Və deyirlər ki, o var sözdür də. Bu yəni biz bundan istifadə eləməməliyik. Deyir ki, sən lüğətivə bax, alınma sözlərdir. Orada da yazılıb ki, ərəb sözüdür, fars sözüdür. Yəni alınma ilə var sözün fərqini başa düşmür. Varvarizm ayrı şeydir, vulqarizm ayrıdır, neologizm ayrıdır, arxaik söz ayrıdır, relikt söz ayrı. Bunlar ayrı şeylərdir axı. Yəni bunun nə əlaqəsi var ki, ya gedə intellektual takılaq nədir? İntellektual takılaq nədir? Ya demək istəyir ki, elmi söhbət edir, intellektual söhbət edir. Sən onu başa düşməyin o demək deyil ki, sən də elə danışmalısan. Yəni hə, yəni o oturaq takılaqla bakılaq bu sözləri niyə istifadə edirsən bu cümlələr? Məntiqsiz bir şeydir. Yəni neologizmlərdir. Yəni yeni sözlər bu ayrı şeydir. Arxaizm ayrıdır, amma hansısa bir dövlətin, hansısa bir xalqın dilində danışmaq, yeri gəldi, gəlmədi, düz o ayrı mövzudur. Yəni biz mövzuları qarışdırırıq. Hərdən deyir, o gah kim idi? O yaxşı aktyordur, ya artistdir, ya artist deyən o xətrinə deyir. Çünki həmişə artist eləmək, kiməsə artist eləməni pis mənada işlədir. Amma başa düşmürəm ki, artist sözün mənası ifaçı deməkdir. Rus dilində ispanlitil deməkdir. Yəni ki, ifa edən adam, estrada artisti, xalq artist demək ifaçı deməkdir. Artist, amma aktyor, aktrisa ayrı anlayışdır. Yəni biz mahiyyəti başa düşmürük. Yəni ki, yox, o yaxşı çıxmaz. Onda gərək qələt eləyək deyə bir-birimizə deyək ki, səhv elədi, qələti elə, düzdür, səhv eləmək də qələt. Bu ayrı məna verir axı. Çünki o vaxt relikt də qalıq kimi də onun öz mənasını itirib də, yəni qələt eləmək normal sözdür. Qələt eləmək. Və ki, rədd olaq da İranda Cənubi Azərbaycan işlədilər. Qardaş biz rədd olaq da problem deyil. Belə də gedə bilərik. Bir zarafat edib güldürə bizdə İranlı var. Bir dənə səs keçdi. Bir belə rədd olaq da mən belə də gedə bilərəm. Hə, rədd etdi. Yəni get. Amma bizi kiməsə rədd oldu sən qardaş adamı şillə. Ən yaxşı Allah şillə vurarlar və söyüş söylərlər. Təbii bir şeydir. Yəni bunları bizi qarışdırmaq olar da, yəni. İşlənmə pozisiyası var da, sözün işlənmə məqamı var. Yəni mən radikallığı sevmirəm ümumiyyətlə. Amma dildə radikal olmaq lazımdır. Yəni elə məsələlər var ki, orada sərt və amansız olmaq lazımdır. Məsələn, mən punktual adamam. Görürsüz 22 dəqiqə tez gəlmişəm. Mən sevmirəm gecikməyi və həyatımda bir dəfə gecikməmişəm heç yerə. Və burada vaxta, dəqiqliyə sərt olduğum qədər də radikal olduğum qədər. Bax burada da radikalam. Yəni dil məsələsində, musiqi məsələsində, kino mövzusunda, incəsənət mövzusunda bəzi mövzularda çox sərt və radikalım. Olduqca sərtəm. Yəni mən bunu qəbul edə bilmirəm. Yəni bunu əşi
əşşi sözü var. Əşşi o qədər istifadə etmişik ki, əşşini təfəkkürdə bir əşşi var. İstənilən insanın bir neyro hissəsində bir əşşi yatır bura. Əş yola vermək yeganə söz birləşməsidir ki, o məstərlə yola vermək. Mən heç bir xalqda təsəvvür edirəm ki, o yola vermək var. Yəni mən polyakı deyirəm, yola vermək. İngiliscə yola vermək deyəcək, ya bunu eləmə. Bizdə abi yola verir də, bizdə yola vermir. Doğrudan uşaqlıq, mən həyatı boyu belə onu başa düşməmişəm, amma bunun ekvivalenti, bunun sinonim paraleli. Oturur bizə, qardaşım, yola verirlər. Yəni yola vermək gözəldir. Yəni ya bunu eləyirsən, ya çəkilişə gəlirsən, çəkilişə təşəkkür edirəm. Bir dənə yola verir, nətər yəni yarısı yollayırsan, Nofənin yarısı belə oturub da burada. Biz yola veririk. Bax, mənə elə gəlir ki, dilin qorunmaması məsələsi yola verməklə bağlıdır. Biz yola veririk. Ay, yola verirlər. Karton var düşkətdə. Əsas adı başa düşürsən. Əsas başa düşürük. Ya ona qalsa hamı bir-bir başa düşür. Yəni belə Hinduya da gəlsə ki, tu, o elə izah eləyirsən bunu. İstənilən dünyanın istənilən ölkəsinə get. Yəni lap belə Çada get, hansı bir qəbiləyə belə təxmini başa salarsan ki, mənə su lazımdır bir semiotikada işarə ilə. Ya nə əlaqəsi var? Yola vermir, hamı bir-birini başa düşür. Yəni bir dənə belləyəsən, biləcək ki, sudur da, nəsə içmək istəyirsən. Amma bunu yola vermək olmur. Çünki buna görə bilirsiniz nə qədər insanlar canından keçiblər. Bilirsiniz nə qədər insanlar repressiyaya məruz qalıblar, nə qədər insanlar güllələniblər, sürgünlərə köçüblər, katorqalara, Qazaxstana, Sibirə, Karlak. Biz nə qədər onlar əziyyət çəkib buna görə. Yəni biz minlərlə insan dünyada Sovet Sosialist Respublika İttifaqında, yəni repressiya dövründən danışıram. O 20 neçədən başladı, 50 neçəyə qədərdir, bir 30 il müddətindən. Görün nə qədər insan repressiya olub, təkcə siyasi məsələlərə görə yox. Orada dil faktoru vardı. Biz nə qədər dilçilər güllələnib, nə qədər alimlər Bəkir Çobanzadə tutmuş, Hənəfi Zeynalov kimi, Əhməd Cavad Müşfiq çoxdur. Yəni Seyid Hüseyn də, Məmməd Kazım Ələkbərli də, gör nə qədər Tağı Şahbazı. Yəni buna görə onlar bu boyda əziyyəti çəkdilər. Hənəfi Zeynalov kimi folklorçular. Buna görə Vəli Xuluflu kimi adam. Buna görə ki, biz duraq ki, sahibə takılaq, yəni bu takılağa görə güllələndi bu qədər alimlər. Yox. Məncə onlar bilsəydilər, zaman bir maşınına getsək 30-cu ilə, onlar bunu vallahi güllələnməzlər. Bilsəydik ki, elə 2026 takılacaq intellektual, falan filmlərə baxıram, seyr edirəm. Onlar heç onu deyir ki, qardaş, problem deyil, razıyıq, əladır. Amma biz təəssüf ki, ata-babalarımızın irsinə, ruhuna, bizə və gələcək nəsillərə və özünə və dilə qoyduğu dəyər var ya, o mədəniyyətinə, xalqına, dövlətinə. Biz onu konkret hörmətsizlik edirik ya. Yəni bir adam hörmətsizlik edirik, salam verəcək. Biz elə çox böyük hörmətsizlik edirik onlara qarşı, Hüseyn Cavidə qarşı. Hətta o yerə çatıb ki, bunu tələb elədiyimizə görə bizə yəni hər şey deyirlər də, vətən xaini deyir, cahil deyir, dil bilmir. Cahil əladır, cahil lab oturmur, cahil heç oturmur ha, yəni cahil. İkisini də onu soruşurduq ki, qardaş, necə ola bilər ki, Azərbaycanda Azərbaycan dilində danış dediyimizə görə bizi tənqid eləyirlər. Yeri gələndə onu heç deməməliyik. Yəni belə bir şey olmamalıdır da. Azərbaycanda Azərbaycan dilində danış. Niyə? Necə niyə? Danışırıq da. Sən başqa problemin yoxdur. Hə, var. Evin kupçasında sənədlərin 59. Bələdiyyə sənədi. Nə yəni bu problem budur da. Problem sözünün özü, özü bir problemə çevrilib. Mən bir dəfə yazmışdım status. O qədər də güldü. Orası gülməli deyil, ağlamalıdır. Yazmışdım ki, səhv sözünü səhv kimi yazmaq özü böyük bir səhvdir. Biz səhv sözün özünü səhv yazırıq. Başlayırıq mövzunu. Problem budur. Biz səhv sözün özünü səhv yazırıq. Ona görə də işte düz gəlmir də. Səhv özü səhv olmağa əla paradoksdur. Səhv eləmirəmsə, səhv fırna. Səhv də yazırlar, mən görmüşəm. Hər variantda var. Səhv eləmə. Səhv eləmə də, səy var da orada bir. Nofel bəy, təşəkkür edirik vaxt ayırıb gəldiyiniz üçün. Çox sağ olun. Sizə təşəkkür qaldıq söhbətdən və ilk dəfədir ki, Dildararın ömrü o qədər də uzun deyil, təzə başlamışıq düzdür. İlk dəfə də eyni mövqedə olduğumuz bir qonaq çağırdıq. Allah razı olsun. Düşərli olar inşallah. Təşəkkür edirik. Çox sağ olun. Mən sizə təşəkkür edirəm ki, bu cür təşəbbüs irəli sürmüsünüz və bundan çox olmalıdır. Çox olmalıdır. Çox və həddindən artıq çox olmalıdır ki, hə, yəni bu çox olsa inandırım sizə bunun ziyanı gəlməyəcək. Ola bilər hansısa bir boşluq ola bilər, hansısa bir səhvlər ola bilər, normaldır. Mənim özüm o qədər səhv edirik, xətalar, amma bunun xeyri ziyanından 120 dəfə çoxdur. Ona görə də gələcək işlərdə daha böyük uğurlar arzulayıram və dilimizi qoruduğumuz kimi Allah sizi də qorusun. Çox sağ olun. Çox sağ olun, uğur olsun.